elan edirik. Hər kəs xoş gəlib müəllimlərimizlə, dəyərli valideynlərimizlə. Deməli uşaqlar, bilirik ki, hər dəfə mövzularımızı maraqlı keçmək üçün biz nə edirik? Müxtəlif üsullardan həll edirik, düzdürmü? İstifadə edirik daha doğrusu. Bugünkü dərsimizdə də qeyri-adi bir maraqlı istifadə edəcəyimiz üsul var. Bu üsul əvvəlcə onu deyim ki, yaradıcılıq emalatxanası ilə başlayacağıq. Niyə? Bugünkü istifadə edəcəyimiz mərhələlərin ümumi adı adlanır müəllif döngəsi. Gördüyünüz kimi, baxın, partaların üzərində 6 mərhələdə təşkil eləmişik dərsimizi. Hər mərhələ öz əksini tapır və bu dərsin mərhələlərinin hər birinin özünün tələbləri var. Və biz bugünkü dərsimizi bu mərhələlər üzərində quracağıq, o tələblərə əməl edəcəyik, yekunda da nəticə olaraq bilik əldə edəcəyik. Aydındır hamıya? Gəlin onda başlayaq birinci dərsimizin mahiyyətindən. Bugün dərsimizdə biz yaradıcılıq emalatxanasında iş görəcəyik. İndi sizə maraqlı gələcək ki, yaradıcılıq emalatxanası nədir? Biz bilirik ki, bir şeyi yaratmaq üçün müəyyən emal olunan məsələlər olur. Düzdür, bunu texnologiya dərsindən keçmişdik. İndi bugünkü dərsimizdə biz nəsə bir əşya, nəsə bir məhsul yox, təxəyyül məhsulu, beyin məhsulu, bilik məhsulu meydana çıxardacaq. Aydındır hamıya? Aysa. Deməli, dərsimizi başlamazdan əvvəl sizə onu deyim ki, dərsimizin yekun nəticəsi olacaq bizim qəzetlərimiz. Hazırladığımız qəzetlərdə bugün əldə etdiyimiz bilikləri əks etdirmiş olacaq. Bura qədər hamıya aydındır mı mahiyyətlər? Afərin sizə. O zaman ilk olaraq sizə belə bir sualla müraciət edirəm. Sizcə yaradıcılıq nədir? Bax, yaradıcılıq deyilir, nə başa düşürsünüz? Tələsməyək, Ayson, bir-bir sırayla növbəmiz nəsə bir əşya yaratmaq, başqa nə ola bilər yaradıcılıq? Nəyisə kəşf etmək, ixtira etmək, doğrudur, başqa? Yeni bir məhsul meydana gətirmək. Denən Əlif, əlini qaldırırsan qızım. Bir şey yaratmaq. Bir şey yaratmaq. Bəli, hamımızın dediyi kimi bir şey yaratmaq. Yəni bu yaratmağımız fərqi yoxdur. Bir əşyadırmı, bir deyək ki, yeyinti məhsuldurmu, hər nədirsə nəyisə yaratmaq, emal eləmək, düzdürmü? Deməli uşaqlar, ona görə biz yaradıcılığı adlandıracağıq maddi və mədəni dəyərlərin yaradılması. Deməli, yaradıcılıq nə oldu? Maddi və mədəni dəyərlərin yaradılması. Afərin sizə. Yaxşı, bəs uşaqlar, yaradıcı insan necə olmalıdır sizcə? Fərqli yoxdur, tələsməyək. Oxumağı bacarmalıdır. Deyək ki, sürətli bəlli oxu. Rəsm çəkməlidir. Əyləş, sıramızı gözləyək. Diqqətçil olmalıdır, sonra xətti gözəl olmalıdır. Dərsləri yaxşı və ya savadlı olmalıdır, düzdürmü? Aha, başqa? Əlaçı olmalıdır. Əlaçı olmalıdır. Dəniz nədir? Fikirli olmalıdır. Fikirli olmalıdır. Necə fikirli? Biraz açıqlaya bilərsən bizim üçün? Necə fikirli? Fikir yəni ki, fikirləşib sorğulayır. Yəni qeyri-adi fikir, aysa təxəyyülü güclü olmalıdır, düzdür? Uşaqlar, bura rəssamları, bəstəkarları əlavə edə bilərik, yəni ora daxil edə bilərik. Bəli, deməli, yaradıcı insanlar normal, sıradan insanlardan bir qədər fərqli təxəyyüldə olur, düzdürmü? Onlar məntiqli olur, fərqli düşüncəli olurlar, deyək ki, qeyri-adi təxəyyülə malik olurlar və qeyri-adi qabiliyyətlərə malik olurlar. Bu da doğru. Bəs yaxşı, sizin sıralarınızdan, bax, burada 17 şagird var. Kim yaradıcı olmaq istəyir? Hansı sahədə yaradıcı olmaq istəyirsiniz? Aha, Nərmin əl qaldırdın, de görün qızım. Mənim sizin kimi bir müəllim olum, savadlı müəllim olum, kanalım. İnşallah. Müəllim olmaq istəyirsən, kanal yaratmaq istəyirsən, dərslərini ora yerləşdirmək. Afərin. Fərdə buyur, bir söz verəcəm. Rəssam olmaq istəyirsən, lap gözəl. Talih buyur. Əskər olmaq istəyirsən. Necə əskər? Bax, əskərlərimiz çoxdur, Allah qorusun hamısını. Sən necə bir əskər olmaq istəyirsən, Talih? Erməniləri öldürən, yəni vətəni qoruyan, keşiyində dayanan cəsur bir əskər, eləmi? İnşallah, Allah nəsib eləsin, təkin. Yaxşı, uşaqlar, onda davam edək. Gəlin, başqa kimsə var idi, sözümüz. Aha, buyur Leyla. Polis olmaq istəyirəm. Sən polis, maşallah, qadın polislər az-azdır. Uşaqlar, bilirsiniz, baxın, yoldaşınızın necə bir arzusu var, Allah yetirsin arzuna, inşallah. Buyur, Sübhan. Mahnı yazmaq istəyirəm. Yəni, bəstəkar deyilik, tam musiqi bəstəni, bəstəkar olmaq istəyir. İnşallah ki, hər birinizi o yüksək arzularınıza çatan məqamda görərik. Yaxşı, onda gəlin, bugünkü dərsimizin mövzusunu müəyyənləşdirək. Uşaqlar, mən sizə ümumi qısa məlumatları verəcəm. Siz onun daxilindən anlamağa çalışacaqsınız ki, bugünkü mövzumuz nədir? Bugün danışacağımız mövzu qısa şəkildə müdrik kəlamlardır. Onlar qısa olmasına baxmayaraq, çox dərin düşünülmüş məzmun əks etdirirlər. Yəni, yığcamdırlar, lakonikdirlər, qısadırlar, amma çox böyük müdriklik var onların tərkibində. Məsələn, biri deyək ki, insanları doğru yola
çəkir, biri ibrətamizdir. Bəziləri dəyərlərimizi əks etdirir, bəziləri adət-ənənələrimizi əks etdirir. Yəni ümumilikdə, bütövlükdə hər biri xalqımızın, millətimizin, insanların düzgün yola çəkilməsinə, yaxşı, doğru istiqamətə yönəlməsinə xidmət edən sözlərdir. Sizcə biz bugün nə haqqında danışacağıq? Atalar sözü və məsələlər haqqında. Doğrudur, afərin sizə. Onda mən sizə qısa bir şeir oxuyuram. Diqqətlə dinləyək həmin şeirimizi. Atalar sözləri əbəs yerə belə demirlər. Onlarsız yaşaya bilməzsən. Onlar böyük köməkçilərdir və həyatda əsl dostlar. Bəzən onlar bizə yol göstərirlər. Ağıllılar məsləhət verir. Bəzən də öyrədirlər və bizi bəlalardan xilas edirlər. Atalar sözləri heç vaxt səhv etmir. Gəlin uşaqlar, bir neçəsini xatırlayaq. Kim bizə atalar sözü deyə bilər? De görüm Nərmin. Ac başda ağıl olmaz. Ac başda ağıl olmaz. Talih buyur, səbir olar. Yaxşılıq itməz. Yaxşılıq itməz, doğrudur. Məryəm buyur. İşləməyən işləmez. İşləməyən işləməz. Dəniz buyur qızım. Dama göl olar. Dama göl olar. İslam. Tələsməyə uşaqlar. Aha. Dama göl olar. Dama göl olar, yoldaşıdır. Bəli. Deyən Hülya. Özü yıxılan davana Səkinə buyur. Güc birlikdədir. Afərin. Cahit buyur bala. Yüz öş, bir beş. Başqa kim əsr? Qan yox, tər axıdır. Doğrudur, afərin. Bu sadalardıqlarımız nə olar uşaqlar? Atalar sözləri oldu. Doğrudur. Yaxşı, o zaman bir neçə sualla mən sizə müraciət edəcəm. Gəlin dəqiqləşdirək. Atalar sözləri nədir? Bax, atalar söz deyəndə nə başa düşürük? Bir-birimizi gözləyək. Hə, dinə Fərdi, kim tamamla? Ağsaqqalı babaların həyatda yaşadığı, təcrübədən çıxartdığı nəticə. Afərin qızım, deməli ağsaqqallarımız, müdriklərimiz yaşadığı həyatda başlarına gələn nəticələr çıxardılar və onu bizə çatdırdılar. Buyursunlar. Müdrik kəlamlardır, doğrudur. Başqa nə deyə bilərik atalar sözləri haqqında uşaqlar? Başqa? Siz yaman passivsiz, nə oldu sizə? Əsma, hə, bir tərpənin görüm qızım. Başqa nəyi deyə bilərik? Yığcam ifadələrdir, düzdürmü? Yığcamdılar da, bəli, yığcamdır, qısadır, uzun-uzadı onları demirik, bəli. Yaxşı, atalar sözünə necə tərif verə bilərik uşaqlar? Hər şeyin tərifi olur da, biz öyrənəndə onu açıqlamaq üçün təriflər verir. Məsələn, ismə vermişdik, düzdürmü? Əşyanın adını bildirən sözlər idi. Hərəkətə deyirdik ki, əşyanın hərəkətini bildirən söz tərif verirdik. Bəs atalar sözünə necə bir tərif verə bilərik? Nəyin bir növü idi? Mən onu sizə demişdim. Biz mövzuların axırda həmişə atalar sözü deyəndə, yox, atalar sözü nəyin, hansı ədəbiyyatın növü idi? Axı biz ədəbiyyatı iki yerə bölmüşdük. Bəli, afərin, şifahi xalq ədəbiyyatının bir növüdür, doğrudur. Yəni, bir var yazılı ədəbiyyat, şeirlər, nağıllar, mətnlər yazırdıq. Bir də var şifahi ədəbiyyat, hansı ki, o neyir? Eldən elə, dildən dilə, ağızdan ağıza keçir, bizim bugünümüzə kimi gəlir. Deməli, onda, uşaqlar, atalar sözü nədir? İbrətamiz kəlamlardır, şifahi xalq ədəbiyyatının bir növüdür deyəcəyik. Yaxşı, quruluşu necədir, uşaqlar? Nədən bəhs olunur atalar sözündə bizə? Hə, hansı quruluşdadır? Məsələn, onları yazanda təkcə cümlə kimi mi yazır, yoxsa şeir formasında olanlar da varmı? Şeir formasında. Bəli, həm nəzmlə, yəni şeir formasında, həm də nəsrlə verilir də, düzdür. Məsələn, bayaq yoldaşım dedi, 100 ölç, 1000 biç. Bu necədir? Şeir kimi qafiyələnən atalar sözü, düzdür. Bir də var deyir, özü yıxılan ağlamaz. Bəs bu da şeirdir, yoxsa? Xeyr, bu sadəcə nəqliyə cümlədir. Bəli, cümlə mənasında, cümlə formasında verilir. Yaxşı uşaqlar, bəs atalar sözünə oxşayan başqa nə var bizim? Məsələlər. Doğrudur. Məsələlər nəyin nəticəsi idi demişdik? Mətnlər. Yəni hər hansı danışılmış bir mətndən yekunda çıxan nəticə idi, düzdür? Onda yaxşı, belə bir sual çıxır ortaya uşaqlar. Məsələlərlə atalar sözü niyə fərqlənir? Mütləq mətn olmalıdır. Aha. Atalar sözlərdə olmamalı. Olmur. Yəni atalar sözü nədir? Dəqiq, konkret məzmunda olur, qısa olur, konkret. Biz onu oxuyanda ya da eşidəndə tez onun mənasını başa düşürük, düzdür? Amma bəs məsələdə də belədirmi? Xeyr, məsələdə necə olur? Məsələnin mütləq başlığı mətni olmalıdır ki, biz bilək söhbət nədən gedir. Bir neçə məsələ çəkə bilərikmi? Aha, de görüm Dəniz. Dava yorğan dava. Dava yorğan davasıymış, afərin, Nərmindir. Sən çaldın. Sən çaldın, afərin, sonra başqa kimin
var deyə biləcəyik, məsəl. Aha. Qələt yağ küpəsindədir. Çünki oldum dəyirmançı, çağır gəlsin, dən Koroğlu. Bəli, dava yorğan davasıymış. Bunlar hamısı nələrdir? Məsələlərdir. Görürsünüz uşaqlar, məsələ çəkirik, amma bilirik söhbət nədən gedir. Dəqiqliyi var məsələlərin. Xeyr, məsələlərdə dəqiqlik yoxdur. O zaman uşaqlar təklif edirəm ki, kim tez oyunu keçirək bir dənə. Mən sizə burada cütlərlə iş hazırlamışam. Bu vərəqləri sizə paylayacağam. Tez 5 dəqiqə müddətində, yəni 5 dəqiqə deyil, daha qısa. Ən tez hazırlayıb cavabları bizə çatdırmalısınız. Yaxşı? Aha, mən tez-tez paylayayım onda sizə vərəqləri. Buyurun, əlini yanındakı yoldaşla işlə. Tez-tez, bax, yarışdır. Kim tez bitirsə, təqdim eləsin tezini görək. Diqqətli olaq tapşırıqlarda. Aha, bircə dəqiqə uşaqlar tez paylayaq. İkiniz birlikdə işləyirsiniz uşaqlar, yoldaşlı şəkildə tələsmirsiniz. Diqqətli olun. Aha. Siz diqqətli tələsmirsiniz. Kalan sözləri ilə verilmiş cümlələrin əsaslarını seçin. Əvvəlcə denəyə görə cümlənin əsasları nələrdir? Neçə əsası var idi cümlənin? 2. İcraçı və hərəkət. İcraçı və hərəkət. Aferin. İndi davam elə görə gəldi. Oxu. Çörək bol olsa basılmaz vətən. Basılmaz hərəkətdir. Aha. Vətəndə icra. Aferin. İkincini oxu gördün Səkinə. Özü yıxılan ağlamaz. Aha. Özü yıxılan hərəkət. İcraçı. Ağlamaz. Hərəkət. Hərəkət. Biraz hündürdən danışıq uşaqlar. Səbir olun, gəlirəm. Dağ icraçı O istəmər. cümləni oxu görək düz seçmisən mənə. Görünən dağ bələdçi istəmər. Aha. Dağ icraçıdır, istəməz də hərəkət. Aferin. Qar qardaşımdan yağar. Qar icraçı. Qar icraçı yağar. Aha, aferin. Doğru dedim uşaqlar yoldaşınız. Alqışlayaq, əyləşdirək. Aferin. Keçən növbətiyə kim idi ikinci qutaraq? Siz idiniz, düzdürmü? Aha, buyur, oxu görün hündürdən götürüb, bax oxu görün şərti. Sən qədimi zərgər. Yox, ayaq oxu, şərti oxu, şərti. Təsdiqlə. Təsdiqli olan hərəkət. Bildirən sözləri seçin. Zərgər. Gəlin. Biz zərgər bilər. Aha. İstərsən bal çörək, al evinə bel çörək. Burada da al, aferin. Əsma, davam elə qızım, o bir iki dənəni sən oxu. Yaxşı dostlar gündə tanınar. Bu da tanınardır. Aha. Ot öz kökü üstündə bitər. Burada da bitər. Bitər, təsdiqdə olan hərəkət bildirən sözdür. Alqışlayaq yoldaşlarımızı, aferin. Sonra kim? Siz, gəlirəm. Səbir olun,